İndi gələk. Bugün full, bir də fully seçənəkləri var bizdə. Gedən dərs idi, bir də ing seçənəyini aldıq. Dedik, harada gələrlər? Çin sual bir. Bu da aynı Çin sual bir də gələr. Yəni qramarın seçənəyində gəlir mənə. Mən hər zaman fully seçərəm, mən hər zaman full seçərəm. Hər zaman fully seçərəm, hər zaman full seçərəm. Fully seçəriz əgər cümlədə nə gəldiysə məndə fiilin eklemləri. Fiilin eklemləri nə idi məndə? Dedimsə, yəni bir fiil dedim, nə alıb? Bir fiil id alıb, bax, id alıb. Bir fiil ing alıb. Bir fiil es alıbdı, tamam? Bunlar fiilin eklemi, yəni baxdım bir fiil ing alıb, o bir fiil es alıbdı, o bir fiil ing alıbdı. Həmən gələm nə seçərəm mən? Fully. Tamam? Bir də cümlədə nə olduysa məndə ana fiil. Yəni bir fiil ana fiildir. Bax, bizdə 3 növ fiil var idi. Yardımcı fiil var idi, eklemlər var idi, bir də ana fiil var idi. Mən yardımcı fiil istəmirəm sizdən. Faqat eklemləri gördüysəniz, bir də ana fiili gördüysəniz, məsələn speak, play, sing, write, play. Bir ana fiil, məsələn. Tries, görsən, try, ana fiil. Özü baxın, faqat edə biləm deyim sizə, fully seçəriz əgər cümlədə ana fiil gəlirsə. Faqat edə biləm bunu deyim sizə. Bəs neçə də eklemləri yazdım, hətta daha iyi biləcəksiniz. Yəni faqat edə biləm deyim sizə, ana fiil gəlirsə. Yəni faqat edə biləm bunu deyim sizə. Tamam? Çünki bittali id eklənibsə, ing eklənibsə, ses eklənibsə, yenə də ana fiildir məndə. Bəs mən belə yazdım, hətta daha vazih olsun sizin üçün. Anlaşıldı? Gəlirik. Tamam? Özü bu cümlə, məncə bu cümlə həbsi içibəsdir. Yəni bu cümlə bir qaidə həbsi içibəsdir. Ben heç 2 dənə fazla yazmışam, ehtiyatən. Yəni baxın, indi fully seçeriz əgər cümlədə nə gəldiysə məndə fiil eklemləri, bir də ana fiil gəlirsə. Bu cümlə bəsdir. Yəni faqat bunu gördüyü cümlənin içində eklemləri gördüyü ya da ana fiil gördüyü həmən nə seç? Fully. Görmədiyi nə seç? Bitdi. Özü buncadır. Bəs bunları mən ehtiyatən yazmışam sizin üçün. Noşa xariciyyətirsizlər. Bax. Full seçeriz. Aynen fully. Fully seçeriz. Baxın, fully seçeriz. Parantezdən sonra nə gəldiysə məndə past participle, məsələn speak, spoke, spoken. Bax, spoken. Aslında gəldiysə spoken aynı ana fiil deyil ki məndə. Aynı ana fiil deyil ki məndə. Aynı fiildir məndə. Aynen bu, yəni aynen bu not bəsdir özü üçün. El-muhim harada gəlib, cümlənin içində gəlib. Parantezdən əvvəl, sonra fərq etməz. Anlaşıldı? Yəni bax, fully seçeriz. Aynen burada da fully seçeriz. Parantezdən sonra past participle gəldiysə məndə. Nə gəldiysə? Yəni aynen bunun təkidi. Aynen. Yəni əgər past participle gəlsə aslında ana fiil deyil ki məndə fiildir aynen məndə. Və biz ehtiyatən nə üçün məsələn gördüyü cümlənin bidayəsində gördüyü ana fiil gəlməyib ya da eklemlər gəlməyibdi. Amma gəlirsə nəyə? Parantezdən sonraya baxasan. Parantezdən sonra past participle gəlibsə, yəni bir fiilin 3-cü şəkli. Məsələn speak, spoke, spoken. Anlaşıldı? Write, wrote, written. Gəlibsə 3-cü təsrif. Mən nə seçərəm? Aynən fully seçərəm. Bu iki halətdə mən nə seçərəm? Fully. Hər zaman full seçərəm. Bax, full seçəriz əgər parantezdən öncə, yəni parantezdən əvvəl nə gəldiysə məndə. Harf A. Bax, hətta və in, məsələn parantezdən əvvəl harfi gəlib, hətta və in cümlənin içində ana fiil var isə mən nə seçərəm? Full. Yəni cümlənin içində ana fiil vardı. Bəs parantezdən əvvəl nə gəlib? Ya da an deyəğin. Ya da an. Ya da an gəlib. İkisi də gəlib. Özü gəlib. Kitabda məndə faqat idi. Yəni mənhəcə görə. Bax, full seçəriz. Əgər parantezdən öncə, bax, parantezdən öncə yox sonra ya da an gəlirsə. Tamam? Bax, bu cümlədə hətta və in ana fiil gəlibsə, el-muhim parantezdən əvvəl vardı. Mən nə seçərəm? Full. Anlaşıldı? Bəs buncadır. Bax, indi gələyən tətbiq edəyən. Bir Marwa sings. Beautiful yoxsa beautifully? Bax, nə var məndə? Fiil nə alıbdı məndən? Sing, öz ana fiildir tək yalğızına. Bax, sing, tək yalğızına ana fiildir. Bəs nə alıb? S alıb, sings. Tamam, mən burada nə seçərəm? Fully. Aferin. Yo, Mustafa, iyi olla. Olla. İkinci. This is a very peaceful, yoxsa peacefully area of the town. Mən cümlənin bidayəsinə baxın, bura baxın. Burada məndə eklemlər vardı. Yəni fiilin eklemləri vardı. Bu bir. Ana fiil vardı. Ana fiil vardı. Yoxdur. Parantezdən sonra past participle vardı. Var. O zaman nə seçərik biz? Full seçərik.
Niçin? Çünki bu iki notum yoxdur. Madem ki bu iki notum yoxdur, cavab məndə %100 nədir? Fulldur. Anlaşıldı? Bax. Did be careful yoxsa carefully when you cycle on the road? Burada full seçərik yoxsa fully? Full. Niçin full? Bax, bu məndə yardımcı fiildir. Mən dedim iki fiilə baxarıq. Bir, eklemlərə baxarıq. Fiilin eklemlərinə bax. Göz vurduq özünə. Fiilin eklemlərinə. Bir də, bax, bir fiilin eklemlərinə, bir də nə? Ana fiil. İndi mən onu deyirəm sənə. Cümlədə fiilin eklemləri gəlib. Yəni, id əklənsin fiilə, ing əklənsin, ses yoxdur. Ana fiil gəlib. Şərt döyə olsun. Yəni, mən bu notu niş verdim. Yəni, yox fəqat bu halətdə mən şey seçərəm, full seçərəm. Yox. Mən bu iki not olmadıysa, nə seçərəm? Full. Bəs bu notu nə deyirəm? Deyirəm, bax, full seçeriz. Əgər parantezdən öncə an gelirsə və hətta sualin içində ana fiildə var isə, eklemlər də var isə. Mən genə nə seçərəm? Full. Əgər gəldisə parantezdən əvvəl a ya da an olduysa məndə. Anlaşıldı, qasdımı anladım? Nə demək istədiyimi? Yəni, yox fəqat parantezdən əvvəl a gəldiysə mən full seçərəm. Yoxdur belə bir şey. Madam ki, bu iki not gəlməyibdir məndə, bu iki not yoxdur, həmən gələm, nə seçərəm? Full. Bəs mən niçin bu notu yazdım sənin üçün? Bax, burada məsələn, Hamid is such a helpful yoxsa helpfully boy. Bax, burada cümlənin təkmiləsində, burada fiil məndə nədir? He is always doing. Burada fiil vardı, məndə nə alıbdı? ing alıbdı məndə. Yəni, sən indi burada nə deyəsən? Deyəsən, baba, ing var, mən gedim, nə seçim? Fully seçim. Bəs özü cümlə bitibdir burada. Ta bax, burada nöqtə veribdi mənə. Burada cümləni bitiribdi məndə. Anlırsan? Cümlə... Bəs ehtiyatən, nə çəkəşəsən? Mən nə deyirəm sənə? Deyirəm, hətta parantezdən əvvəl a olduysa, mən gələm nə seçərəm? Full. Hətta bu cümlədə ing var isə, id var isə, ses var isə, ana fiil var isə, gələm nə seçərəm mən? Anladı indi, nə demək istədiyimi? Əkid, iade edim. Anladı? Anlamış kimin göz kimsən? Ey, deyəlim. Be careful, yoxsa carefully when you cycle on the road. Full. Tamam, niçin full seçdik burada? Ha? Nə yoxdur? Nə yoxdur? Aferin. Yəni, fiil eklemləri yoxdur. Ana fiil yoxdur, bir də past participle yoxdur fiildən sonra. Anlırsan? Evet. Gəlirik biz burada nə seçərik? Full. Heydi. 3. You should always speak. Respectful yoxsa respectfully to other people. Nə? Full yoxsa fully? Fully. Niçin fully? Ana fiil nədir məndə? Speak. Nə seçdik? Fully. Heydi. 4. After many tries. Bax, after many tries. Bu bir. After many fiil nə alıb məndə? Es alıb. Özü try nə olub? Tries. We managed. We managed. Fiil nə alıb məndə? Yəni bax, həm fiil es alıb, həm də fiil id alıb. Bu halətdə %100 nəyi seçərəm mən? Fully. Ata bax, çit təyin var. Bax, burada es alıb. Burada da nə alıb məndə? İdi. Mən burada nə seçərəm? Fully. Anlaşıldı. 5. Please lift that vase very careful yoxsa carefully. Nokta I was cümlənin əxirinə qədər. Bax, please lift. Nə var məndə? Ana fiil. Ana fiil var məndə. Nə seçərəm burada? Fully. Madam ki... Məlimdir. Bax, please lift. Müğadirə elə yəni. Çık. Görsən? Məlimdir. Yaptığı fiil nədir? Getmək, çıxmaq. Anlırsan? Tərk etmək. Anladın? Evet. 6-cıya diqqət elə. Deyir, Hamid is such a helpful yoxsa helpfully boy. Ondan sonra he is always doing cümlənin əxirinə kimi. Burada parantezdən əvvəl nə var məndə? Yəni dedik, a olduysa parantezdən əvvəl %100 mən nə seçərəm? Həmən, heç bir yerə baxmam. Hətta o indi dedik, ana fiil olduysa cümlənin içində, eklemlər də olduysa cümlənin içində. 7-yə bax. The story was beautiful yoxsa beautifully written. Əvvələn cümlənin burasına baxdıysam, ana fiil vardı məndə? Yoxdur. Bəs parantezdən sonra nə var məndə?
Written. Parantezden sonra ne var? Write, wrote, written. Ne gelipti mende? Written. Yani bima ennu past participle gelipti mende ne seçerim ben? Fully. Burada ne seçerim? Fully. Anlaşıldı? Anlamadım. B mende yardımcı fiildi. Ahir B mende yardımcı fiildi. Tamam. Biz dedik fakat fiilin eklemleri olduysa bir de ana fiil olduysa. Demedim sana şeyi seçerik adı nedir? Yardımcı fiil. Yani yardımcı fiil be. Is, are, am, was, were, do, does, did, has, have, had. Görsen. Bunlar bende yardımcı fiil yoksa yardımcı fiil diyor. Yani biz dedim sana çift fiil istirem sana. Bir eklemler istirem. Dedim 3 nevi fiilimiz var. Yardımcı fiil, eklemler, ana fiil. Ben fakat eklemlerden ana fiil istirem. Fakat eklemlerden ana fiil istirem. Tamam? Anladı mı indi? Bir sualımız vardı. Sual verim